Anonslarımız gedir və inanın ki, o qədər suallar gəlir ki, sizdən o sualların çoxsunu yazmışam ki, doktorumuza ünvanlayım. O da efir vasitəsilə cavablandırsın. Artıq anonsdan bəllidir ki, bugün Məlahət Qəhrəmanova qonağımızdır. Mən istəyirəm söhbətimizə başlamamışdan öncə doktorumuzun zəngin dosyasını sizə təqdim edək. Birlikdə izləyək, nəzər yetirək. Dərhal sonra artıq müzakirəmizə başlayaq. Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova 20 dekabr 2022-ci ildə İngiltərədə Oksford Universitetinin Liderlər Sammitində ixtiralarına görə Oksford Birliyinin fəxri professoru, diplomu və qızıl medalı ilə təltif olunub. 6 mart 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən tərəqqi medalına layiq görülüb. Azərbaycan Fitoterapevtlər İctimai Birliyinin sədri olan Məlahət Qəhrəmanova 4 kitabın müəllifidir, 23 patentə sahibdir. Bəli, artıq mövzumuzun müzakirəsinə başlamaq üçün mən istəyirəm doktorumuza elə özüm də sizə bir daha təqdim edeyim. Belə ki, 20 dekabr 2022-ci ildə İngiltərədə Oksford Universitetinin Liderlər Sammitində ixtisaslarına görə Oksford Birliyinin fəxri professoru diplomu ilə və qızıl medalı ilə təltif olunan, 6 mart 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən tərəqqi medalına layiq görülən Azərbaycan Fitoterapevtlər İctimai Birliyinin sədri, 4 kitabın müəllifi, 23 patentin sahibi, Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova bugün Yaşamaq Gözəldir də qonaqdır. Xoş gördük Məlahət xanım, xoş gəldiniz. Təşəkkür edirəm. Bilirəm ki, bu keçən həftə biz sizlə görüşmədik. Siz səfərdəydiniz, görüşləriniz var idi. İndi istəsəz onu da vurğulayarıq verilişimizdə, gedişinizin, səfərinizin məqsədini və vaxtdan da istifadə edib, biz mövzuya başladıqsa dayanmaq bilmirik. Növbəti tarixlərdə məhz Məlahət xanımın bir təbii ki, aksiyası var. Hər zaman Gəncəyə gedirdi doktorumuz, bu dəfə fərqli məkan seçib. Belə ki, əziz Bərdəlilər və Bərdə şəhərinə yaxın olan digər şəhərlərə səslənirik. Məlahət xanım Qəhrəmanova 31 may tarixində Bərdə şəhərində olacaq. Bəli, Bərdə şəhəri Logos Psixoloji Mərkəzdə öz həkim kollektivi ilə bərabər pasiyentləri qəbul edəcəklər. Bu görüşdə nevroloq, kosmetoloq və tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova şəxsən özü iştirak edəcək. Və qəbulda öd, qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsi həyata keçiriləcək. Təbii ki, Bərdə elə bir bölgədə yerləşir ki, Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Xocalı, Xocavənd, Şuşa və Xankəndi bölgələrində yaşayan hər kəs həmin aksiyada iştirak edə bilər. Necə də gözəl səslənir bu şəhərlərin adını Yaşamaq Gözəldir də səsləndirmək. Yazılmaq üçün 058 78 46 48 051 388 70 70 nömrəsi bilirsiniz 7-24 aktivdir. May ayının 31-nə də çox az bir zaman qalıb. Çalışın vaxtında yazılın ki, Məlahət xanım Qəhrəmanova hər zaman vurğuluyur ki, zamanında yazılmaq mütləqdir ki, müayinə və müalicələrdən yararlana biləsiniz. Bir daha vurğuluyuram, 31 may Bərdə şəhəri Logos Psixoloji Mərkəzdə Məlahət xanım Qəhrəmanova öz pasiyentlərinin yolunu gözləyir. Bir daha sabahınız xeyir olsun. İnşallah, sabahınız xeyir olsun. Təbii ki, bugün bizim mövzumuz saçdır, saçla bağlıdır. Amma mən Bərdədə olan zaman oradakı əhalinin, oradan ətraf rayonlardan gələnlərin nə qədər ehtiyacı olduğunu şahidi oluruq və həqiqətən də bizim üçün o bölgə çox əzizdir. Yəni Qarabağ bölgəsinə getmək, bəli. Orada insanlara bacardığımız yardımı göstərməyə çalışırıq. Orada konsultasiya üçün gələn insanlar var ki, fərqli xəstəliklərdən, ən çox da insanlarda o ərazidə mən dəri xəstəlikləri və saçın tökülməsinə daha çox rast gəlirik. Və həmçinin də kosmetoloji müayinə və müalicələrə müraciətlər çoxdur. Nevroloji problemləri olan xəstələr də çox müraciət edir. Mən də xəstələrin orada tələbatına uyğun olaraq çalışıram ki, ora getsin o həkimlər. Ona görə də mən bütün Bərdə ətrafı və Bərdədə olan insanlara səslənirik. Mayın 31-i biz Bərdədə olacaq, istənilən hər bir kəs qəbula yazıla bilər.
Ötən verilişlərimizin birində siz Gəncə səfəriniz olanda bizə elə deməyin ki, elə Yevlaxdanam deyə bunu səsləndirirəm. Yox, gələn zəngə istinadən deyirəm ki, dedilər, niyə Məlahət xanım öz kollektivi ilə bərabər gəlmir? Mən onda vurğuladım ki, ola bilsin ki, həmin bölgədə özəl klinikalar yoxdur deyə təkliflər irəli gəlmədiyi üçün Məlahət xanım gəlmir. Ancaq indi Yevlaxlılar da sevinə bilərdi. 15-20 dəqiqəlik məsafədə bəli gedib, vaxtında və zamanında siz qeydiyyatdan keçin. Bir daha nömrəni vurğulayıram. 058 78 46 48 və 051 388 70 70 nömrəsi aktivdir 7/24. 31 may tarixini məncə hər kəs yaxşı dəyərləndirsin. Doktor, bir nüansı vurğulayım. Bugün saçlardan danışırıq. Həqiqətən günümüzdə o qədər aktualdır bu problem. Belə deyək də, tutam saç gəlir hər kəsin əlinə. Bilmirik qidadandır, bilmirik stressdəndir, bilmirik bu şualanmanın içərisində çox oluruq, kimyəvi maddələrin təsirindəndir. Yoxsa hər biri ilə öz təsirini bir yerdə mi göstərir? Bax, əsl səbəbi siz bilirsiniz. Niyə saçlarımız bu qədər çox tökülür? Baxın, bir 10 il, 15 il əvvəl həqiqətən də bu qədər saç tökülmə də yox idi. İnsanlar buna o qədər də önəm vermirdi. Amma bugün insanlar hər şeyə daha çox diqqət ayırır və öz gözəlliyi, öz xarici görünüşünü daha önəmli bilir. Və saçın tökülməsi hər zaman illərlə olub, amma həqiqətən də son illərdə çox aktivləşmə var. Və ən çox da bölgələrdən gələn kiçik yaşlı uşaqlarda alopesiya xəstəliyinin daha yaygın olduğu çox müşahidə olunur. Nəinki uşaqlarda, böyüklərdə də, adətən kişilərdə də üz, saqqal nahiyələrində tökülmələr başlayır və get-gedə artmağa başlayır. Təbii ki, sadaladığınız, dediyiniz bütün bunların hamısı orqanizm üçün önəmli olan faktorlardır. Biz unutmamalıyıq ki, yediyimiz hər bir qida, əgər keyfiyyətsiz qida ilə biz qidalanırıqsa, oradan orqanizmdə heç bir demək olar ki, vitamin balansı normal olmur. Bu olmadıqda da saçların tökülməsi müşahidə oluna bilər. İstər həyat tərzimiz, istər dediyiniz şualanmalar, telefona alüdəçilik, telefonla oynayan uşaqlar, əksər gənc nəsil, indi gənc nəsil deməzdim, yaşlılar evdə oturanlar, əksəriyyəti vərdiş halını alıb. Bəli, vərdiş halını alıb. Həmçinin də onu qeyd edim ki, biz bu günləri daha çox çalışırıq ki, məlumatı hər tərəfli dolğun verək, günümüzə uyğun və həyat tərzimizə uyğun olaraq hamısı nəzərə alınsın. Təbii ki, sizin dediyiniz kimi, bugün, məsələn, biz normal qida rasionumuz yoxdursa, qaraciyər hansı vitamini depo eləyəcək? İmmun sistem möhkəm olmayacaq. Və saçların yerli olaraq olan xəstəlikləri var ki, onlar nəzərə alınmadan aparılan müalicələr bizə istənilən nəticəni vermir. Yaz qabağı, yaz, payız fəsillərində saçda dəyişkənlik daha çox müşahidə olunur. Və məsələn, götürək tək qida rasionu deyil, hava şəraitinin olması, saça düzgün qulluğun olmaması, həddindən çox boyaların istifadəsi, fenlərin daha çox istifadəsi. Bu həyat tərzimizdə olan, yəni əskiliklərdir. Bir də var ki, daxili orqanlarda gedən xəstəliklər səbəbindən olan saç tökülmələr. Bizim saçın tökülməsi o qədər saç dərin bir problemdir ki, bəzən insanlar saçın müalicəsi çox bəsit baxırlar. Nə mənada bəsit? Onlar elə fikirləşir ki, gedib hansısa serumu alacağım, istifadə eləyəcəm, yerli olaraq hansısa balzamdan, şampundan mən bunu çəkərəm, saçım bərpa olar. Elə bir şey yoxdur. Saçın daxili orqanlardan olan patologiyalarından ən çox faktorlardan biri də immun sistemin zəif olması, bundan başqa parazitar xəstəliklərin olması. Parazitar xəstəliklər deyəndə tək insan helmitləri, qurd xəstəliklərini demirik. Saç dibində olan patogen mikroblardır, saç dibində olan parazitlərdir, istər dəmirovlardır, sebariyadır. Bir çox xəstəlikləri nəzərə alsaq, yerli olaraq bunların da öz problemi var. Bundan başqa stres faktorları, nevroloji problemlər, uzun müddət medikamentoz müalicələrdən istifadə edən insanlarda
Onlar bəzən heç fikirləşmir ki, içdiyi hansı tabletkadır, hansı dərmandan onun saçı zərər görə bilər, saçı tökülə bilər. Məsələn, hər bir dərmanın yan təsiri və əlavə təsirləri var. Ona görə medikamentoz müalicələrin də tökülmələrdə rolu var. Ginekoloji xəstəliklər, kistalardır, fibromalardır, qadınlarda klimakterik devirdir, menstrual siklin pozulmasıdır, hormonal problemlər. Bunların da öz təsiri var. Və tiroidlərdir, bunlar hamısı eyni qrupa aiddir, hormonal dəyişikliklərə. Kişilərdən çox testosteron faktorunun yüksəlməsi ya azalması, yəni mən ümumi hormonal problemləri sayıram. Bunları xırdalasaq, saysaq çox-çox fərqli olur. Və təbii ki, dediyimiz qida rasionunun normal olmaması, bunların hamısı bir-biri ilə əlaqədardır. Doktor, bax, mən sosial şəbəkədə paylaşım etdim ki, Məlahət xanım qonağımız olacaq və saç tökülməsindən danışacaq. Bu mövzu nəinki xanımlar, bəylər özləri də biganə yanaşmadılar. Əksəriyyətini də qeyd etdim. Doktora çalışacağım bildirim. Həmin bəylərdən biri yazıb ki, kişilərdə alın açılması, seyrəkləşmə var. Bunun qarşısını ümumiyyətlə almaq mümkündürmü? Məlahət xanım bunu cavablandırardı. Baxın, birinci mən gələn xəstələrdə androgen tipli tökülmələr təbii ki, kişilər arasında daha çox yaygındır. Nəinki kişilər arasında, qadınlar arasında da çox rast gəlinir. Bayaq qeyd elədiyimiz hormonal problemlər burada birbaşa rolu var. Bundan başqa, burada əgər bugün biz nəzərə alsaq, hormonlarla yanaşı stres faktorlarının da rolu var, irsi faktorlarında rolu var. İrsiyyəti mən çox vaxt çox dərin qəbul eləmirəm, yaş faktoruna uyğun olaraq bölürəm. Çünki 18-16 yaşından başlayırsa tökülmə, 20 yaş, 30 yaş, bu irsiyyət demək deyil. İrsiyyət var, biz onu inkar eləmirik. Amma onlar zamanında onun qarşısını alıb, başında olan tükləri belə qorumaq imkanı var. Bu mümkündür. Amma bəzən insanlar irsi faktor deyərək oturur ki, yəni keçmişdə bu qədər elm inkişaf eləməmişdi. Məsələn, 10 il, 15 il qabaq götürsək, saça baxım bu qədər aktiv deyildi. Yəni, saç üçün olan müalicələr, müayinələr bu qədər aktual deyildi. Yəni, onlar oturub o vaxtı müalicə aparmayıbsa, bugün sən də oturub gözləməli deyilsən ki, 16 yaş, 18 yaşından başlayır tökülməyə, bu tökül. Yəni, zamanın müalicə effektini verir. Baxın, xəstələr gəlir, haradasa bir 10 nəfər xəstə gəlsə, 15 nəfər xəstə gəlsə də, 15-ində də fərqli tökülmə ola bilər. İstəyir irsiyyət, istəyər xəstəliklər ucbatından. Androgen tipli tökülmə, saçın, yəni bu qabaq hissədən, ən çox kişilərdə alın hissədən tökülməsi daha çox aktualdır. Bu, yəni androgen tipli, kişi tipli tökülmə deyirik. Burada orqanizmin balansını mütləq nəzərə almaq lazımdır. Məsələn, elə xəstələr olub ki, biz gözləmədiyimiz anda həddindən artıq o alın nahiyəsinə gözəl tükülər gəlib. Bayaq qeyd elədiyim ki, 15 nəfərin 15-ində də eyni səbəbdən saç tökülmür. Kimi də vitamin çatışmamazlığı, kim də hormonlardan, kim də stres faktoru var, kim də... Yəni, insanlarda belə bir fikir var ki, biz gedirik həkimə, məsələn, gəlirlər 10 həkim gəzdim, 5 həkim gəzdim, getdim, xeyri olmadı. Sizə verilən hər bir müalicənin özlüyündə xeyri var. Niyə mən bu sözü deyirəm? Hər bir həkim sizə zamanında hansısa müalicəni yazırsa, o həkim haradasa sizin bugün başınızda qalan tüklərin qalmasına səbəb olub. Bəlkə daha çox tökülərdir. O həkimə gedirsə, hər həkim öz müalicəsini yazır. Mən demirəm ki, yəni elə xəstələr var ki, onları heç nə qane eləmir. Gəlirlər xəstələr, mənim də xəstələrim var. Məsələn, görürsən, deyir ki, mən getdim, xeyri olmadı. Niyə xeyri olmadı? Mən o xəstələri həmişə çağırıram. Deyirəm, hansı səbəbdən, nə müalicə almışsan? Baxırsan ki, xəstə heç 2 ay normal müalicə almayıb, istəyir saçları gür olsun, saçları belə normal olsun. Elə bir şey yoxdur. Saç uzun müddət müalicə tələb eləyir. Bir xəstənin zobu var. Yox. Mən daha doğru
istəyirəm insanlara çatdırım ki, ya birinin böyrəyi xəstədir, ya bir kardioloji ürək xəstəliyi var. Bir ömür boyu onlar müalicə almaq məcburiyyətindədir. Ya bir allergoloji xəstəliyi olan insanlar, allergiya elə tez sağalan xəstəlik deyil ki, buna zaman lazımdır. Amma saçı hamı istəyir ki, tez bir vaxtda gedir hansısa serumu saçı çəkir, deyir ki, mənim saçım çıxsın. Axı sənin orqanizmanda bugün sənin vitamin balansın normal deyilsə, sənin qaraciyərin, ödün normal deyilsə, mədə bağırsaq problemin varsa, sənin yediyin heç bir qidadan orqanizm yararlanmır. Orqanizmdə axtaranda, baxanda müayinə olunmaq heç kim istəmir. Hamı istəyir ki, gəlsin, nəsə həkim yazsın, onu alsın, hər şey bitsin. İnsanlar tibbi dərindən, yiyələnmək, dərindən anlamaq istəmirlər. Saç orqanizm üçün çox önəmli bir hamımızın sevdiyi aksesuardır. Mən belə deyərdim. Amma onun müalicəsində o qədər dəqiq olmaq, o qədər diqqətli müalicə aparmaq lazımdır ki, effekt olsun. Əgər normal, natural müalicə istəyirsinizsə, uzun müddətli olacaq. Hormonal preparatlar çoxdur. Bunu hər bir həkim bilir. Filan həkimin yanına 2 aya saçı çıxdı. 2 aya yox, 1 aya da çıxacaq. Amma niyə? Hormonal preparatları çox qəbul eləyəndə adi elementar tabletkalar var, çox ucuz tabletkalardır. Hormonal. Onu içir, tüklənmə verir. Amma o tük qalıcı deyil. Çünki əgər sənin daxilində sənin mədə bağırsaq problemin varsa, qaraciyər öd problemin varsa, o qaraciyər sənin içdiyin vitaminləri depo eləmirsə, sintetik qəbul elədiyin heç bir dərman preparatı sənə saçı istədiyin kimi verməyəcək. İnsanlar bunu anlamaq istəmir. Tələm-tələsik, saçım olsun, saçım çıxsın deyir. Amma o saçı çıxmağın arxasında, sabah sənin başqa problemlərin, hər bir hormonal preparatın yan təsirləri var. Sümükdə ərimə də gedə bilər, sabah damarlarda partlama da olur, müəyyən xəstəliklər əmələ gəlir, böyrəklərdə problemlər yarar. Hormonları o vaxt da həkimlər verir ki, o orqanizmdə o hormonların çatışmamazlığı müəyyən xəstəliklərdə o qaçılmazdır. Məsələn, krasni valçanka, qırmızı qurdeşənəyi xəstəliyi. Orada mütləq həkim məcburdur hormonalini verməyə. Amma sən saç çıxartmaq üçün onu içməyin sənin özün üçün absurddur. Gələcəyin üçün problem yarana bilir. O belə deyir də, qaş düzəltmək yerində vurdu gözünü çıxardı. Amma sənin qurdun varsa, uşağında problem varsa, immun sistemi zəiflədəcək. Qurd vitamin balansını pozur, toksik təsiri olaraq orqanizmdə sinir sistemini pozur, təbii ki, uşağın saçı töküləcək. Sən müəyyən bu orqanizmdə gedən patologiyaları aradan qaldırmadan burada heç bir effekt ala bilməzsən. İstər mezoterapiyalar olsun, istər sağlam saçda mezoterapiya çox gözəl effekt verir. Amma xəstə saçlar üçün yetərli deyil. Əgər sənin başqa problemin varsa, sənin mədə bağırsaqdır, bayaq sadaladığımız kimi sinir sistemidir, tiroidlərdir, testosteron. Bu xəstəliklərin varsa, sən bunları çözmədən, bunları müalicə etmədən, sən saçında heç bir effekt almayacaqsan. İstər uşaqlarda, valideynlər çox rastlaşırıq. Valideynlər gəlir ki, qonşum getdi filan həkimin yanına, saçları çıxdı 2 ay, 3 aya. Amma sonraki aylarda o saç tökülür. Olub xəstələrimiz ki, deyib doktor, olar mən gedim filan yerdə müalicə alım, deyirəm, get al. Gəlib, uşaq kvadratdır, qız uşağı şişib, nə boyda olub. O qədər hormonal preparat qəbul edib. Onlar da şiş yaradır. Elə bilirik ki, müəyyən saçları çıxıb, töküləndən sonra 6 ayda keçsə, 1 ildə keçsə, gələ gəlir Nərgiz klinikasına. Çünki zamanında müalicəni yarımçıq qoyub, effektiv müalicə almayanda uzun müddətli ola bilər. Bizdə də var 3 ay, 3 il, sadəcə səbir lazımdır, yəni bu 1 il, 5 il müalicə ala bilərsən. Niyə bütün xəstəliklər sistematik olaraq müalicə alırsan? Saç o qədər diqqət tələb edir. Amma insanlar elə fikirləşir ki, mən saçıma müalicə bugün aldım. Hər şey orqanizmdən asılıdır.
Biz bu mövzunu davam etdirəcəyik, əziz izləyicilərimiz. Mən istəyirəm baxdan səmərəli istifadə edib bir daha vurğulayım ki, artıq Məlahət xanım Qəhrəmanova bu dəfə sizin istəyinizlə təbii ki, Bərdə şəhərində öz pasiyentlərini qəbul edəcək. Nərgiz Klinikasının həkim kollektivi may ayının 31-i tarixində Bərdə şəhəri Logos Psixoloji Mərkəzdə nevroloq, kosmetoloq və tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova öd, qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini həyata keçirəcək. Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Xocalı, Xocavənd, Şuşa və Xankəndi bölgələrində yaşayan hər kəs müraciət edə bilər. Yazılmaq üçün 058 78 46 48 051 388 70 70 nömrələri ilə əlaqə saxlaya bilərsiniz və unutmayın ki, öncədən yazılmaq mütləqdir. İndi bizi sizdən çox qısa bir fasilə ayırır. Fasilənin dərhal ardından bərabərliyimiz davam edəcək. Fasiləmiz yekunlaşdı. Yaşamaq gözəldir. Qaldığı yerdən davam edir. Bilirsiniz, bugün Məlahət Qəhrəmanova qonağımızdır. Yaşamaq gözəldir də. Və təbii ki, mən istəyirəm Nərgiz Klinikasının ünvanını sizin nəzərinizə çatdırım. Sabit Rəhman küçəsi 11, Köhnə TDK-nın yanında yerləşir. Əlaqə nömrəsi 012 541 70 70 051 388 70 70 nömrəsi 724 aktivdir. Bilirsiniz ki, həmin klinikada işinin mütəxəssisi, təcrübəli həkim kollektivi çalışır. Məlahət xanımın təbii ki, rəhbərliyi altında və eyni zamanda Məlahət xanım Qəhrəmanovanın da müayinə və müalicə etdiyi xəstəlikləri də bilirsiniz. Öd xəstəlikləri, parazitar xəstəliklər, dəri xəstəlikləri, bugün müzakirəsini apardığımız saçın tökülməsi, eyni zamanda börək xəstəlikləri, hər birinin müayinə və müalicəsi Nərgiz Tibb Mərkəzində həyata keçirilir. Və nəzərinizə çatdırım ki, Nərgiz Klinikasının həkim kollektivi, əziz izləyicilərimiz, may ayının 31-i tarixində Bərdə şəhəri Logos Psixoloji Mərkəzdə nevroloq, kosmetoloq və tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova bilavasitə ilə özü olmaqla öd, qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini həyata keçirəcəklər. Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Xocalı, Xocavənd, Şuşa və Xankəndi bölgələrində yaşayan hər kəs, eyni zamanda digər bölgələrimiz, hansı ki bölgə Bərdə şəhərinə yaxındır, həmin bölgədə olan vətəndaşlar aksiyaya müraciət edə bilərlər. Yazılmaq üçün 050 nömrəsi bu təbii ki, qeydiyyatdan keçmək üçün aktiv olacaq. Öncədən yazılmaq mütləq şəkildədir. Bir şeyi də nəzərinizə çatdırım ki, həmin görüşlərdə mən Məlahət xanımdan çox xahiş etdim ki, olan pasiyentlərinizi həvəskar çəkiliş edək, onları da izləyicilərimizə təqdim edək. Həm də xəbərdar olmuş olaq ki, bəli, sizin də qeyd etdiyiniz kimi həmin vətəndaşlar hansı problemlərlə müraciət edirlər və təbii ki, onlar özləri də sizin görüşünüzdə olmaqdan çox məmnunluq hissi keçirirlər. Bunu dəfələrlə bizə zəng vuraraq hər zaman bildirirlər. Məlahət xanım, danışırdıq saç problemlərindən. Mənim bir yaralı nöqtə var ki, həqiqətən məni çox narahat edir. Apteklərə müraciət edirik. Mən özüm də bu səhvi etmişəm. Saçımız tökülürsə dərman preparatı istəyirik və orada çox asan şəkildə firma dərmanları var ki, bizə təklif edilir baha qiymətlərə. Mən çox istərdim ki, necə ki, nevroloji dərmanların alışı xüsusi reseptlərlə olur. Yəni, o resepti görməyən heç bir əczaçı o dərmanı vermir. Özünü bir çəkinir, qorxur. Kaş ki, bütün dərman preparatlarının satışı belə həyata keçirilərdi və bu zaman insanlar o kimyəvi preparatlardan da bədənlərini o qədər yükləməzdilər. Sonra yüklənəndən sonra bilirsiniz də ödün yuyulması, qaraciyərin yuyulması, bərpası, bunlar hamısı bir iş aparır, zaman tələb edir. Baxın, saçın tökülməsində hər hansı bir istənilən vasitəni istifadə etmək o insanın özü üçün yanlışdır. Birinci növbədə, ilk öncədə saçın tökülmə səbəbini araşdırmaq lazımdır. Saçın tökülmə səbəbini bilmədən istifadə olunan dərmanlar, vitaminlər, serumlar, bəzən siz dediyiniz kimi müəyyən zərəri də verə bilir. Çünki dəridə yağlılıq, kəpək, qızartı, səpki varsa, ora birinci növbədə dərinin sağalması mütləq şərtdir. Dəri sağlam olmadıqda o tükü necə saxlayır? Dəri sağlam olmalıdır ki, o tük dibinin iltihabı varsa, tük folikulu normal yetişmirsə, normal qidalanmırsa, o saçı yerli olaraq apardığınız müalicələr bəzən istənilən effekti vermir. Burada biz çox diqqətli olmalıyıq ki, istifadə olunan, istər əkilmə zamanı, dərinin problemi varsa,
onu müalicə etməyən xəstələr sonradan bizə müraciət edirlər ki, dərimdə belə yağlılıq, qızartılar var idi. Saç əkəndən sonra artıb, iltihaplı, irinli səpkilər görünür. Və yaxud da əkilən o saçlar heç başda qalmır. Təbii ki, iltihabı olan, dərisi xəstə olan insanda tük necə qalacaq? Bunların hamısını nəzərə almaq lazımdır. Və vitaminlərə keçmək istəyirəm. Valideynlər, istər biz özümüz, kimlərsə, aptekdən istənilən vitaminləri saç üçün ala bilər. Amma o vitaminlərin sizin bədəninizdə yetərli olub-olmadığını yoxlamadıqdan sonra, məsələn, götürək D vitamini. D vitaminini artıq içildikdə toksik təsiri var və orqanizmə müəyyən zərər verir. Kalsidir, maqnidir, bunlar düzgün istifadə olunmadıqda, çink özü ağır preparatdır. Çinki normal orqanizmdə gedişatı bilmədən içirsinizsə, o mədə-bağırsaqda müəyyən problemlər yaradır. Ona görə ilk öncə düzgün müayinə lazımdır və müayinədən sonra o müalicəni etmək lazımdır. Baxın, qısa bir misal çəkim. 2-3 gün bundan öncə bir xəstə analizlərini gətirdi. Mən baxıram. Demək, xəstənin müalicə müddətində, ilk müraciətində vitamin D olub 34. 34 özü də yetərli deyil, sona yaxındır. Yəni, burada təkrar müalicə almalıdır. Xəstə deyir, uzun müddət D vitamini içdim. D vitaminini içəndən sonra getdim, analiz verdim, mənim D vitaminim tamam düşüb. Olub 17. Burada laborator müayinə zamanı aşkarlanan göstəricidir. İndi harada verib onun şəxsi işlərdir. Amma hazırda xəstədə həqiqətən də vitamin azlığı var. Birinci növbədə dozanı düzgün təyin eləmir. Valideyn özü gedir alır, aptekdən D vitamini verir uşağa. Onun dozası düzgün təyin olunmursa, təbii ki, o qaraciyər onu depo eləmir, həm də sintetik preparatdır. Vitamin D-ni içən zaman natural D-ni də qəbul eləmirsinizsə, qaraciyər onu depo eləmir. Qaraciyər müvəqqəti saxlayır sintetik preparatları və bu müəyyən müddətdən sonra aşağı yenməyə başlayır. Əgər siz natural da qəbul eləsəniz, paralel aparsanız müalicə, yağdır, içərsən, onun qalıcılığı ola bilir. Amma tək elə valideyn var ki, mən il boyu uşağıma vitamin D verirəm. Amma uşaqda heç vaxt qalxmır. Birinci, dozanın düzgün təyin olunması. İkincisi, məsələn, elə xəstələr var ki, həddindən artıq aşağıdır. Orada təbii ki, həkim diqqəti, nəzarəti olmalıdır. Udarlı doza ilə başlanılmalıdır və o balansı normallaşdırmalıyıq. Dedən tək getmir söhbət. Yerli yersiz kalsi, maqnit, sink içən xəstələr var. Elə bilirlər ki, bütün vitaminləri eyni anda istifadə etsələr, bədənlərində olan bütün o problemlərdən azad olacaqlar. Ancaq bilirsiniz ki, əgər bir vitamini qəbul etmək istəyirsinizsə, birinci növbədə təbii ki, analiz vermək lazımdır. Bədəndə hansı vitamin çatışmazlığı var? O balansı bilməliyik ki, burada hansı çox çatışmamazlıqlar. Elə vitaminlər var ki, paralel içilməlidir. A vitamini sinklə daha yaxşı içilir. Dərisində problem olan, saçı tökülən insanlarda yağ olduğu üçün A vitamini sinklə çox gözəl paralel içilə bilir. K-dır, D-dir, bunlar paralel içilə bilir. Kalsi ilə də paralel D vitamini içilə bilir. Amma valideynlər bunu nəzərə almadan apteklərdə D vitamini qalmayıb. Hamı D vitamini içir. Amma onun toksik təsirini heç kim nəzərə almır. Natural qəbul elədikdə bu müalicələr daha effektli olur və daha keyfiyyətli olur ki, orqanizm onu qəbul eləyə bilir. Saçın tökülməsi alopecia xəstəliyi bugün çox yayğındır. Alopeciyadan qısa da olsa danışmaq istərdim. Dəri xəstəlikləri də bugün çoxdur. Alopeciyanın da növləri var, doktor? Bəli, diffuz alopecia var, çapıqlaşmış alopecia və orada total alopecia var, ocaqlı tökülmələr. Məsələn, elə xəstələr var ki, onlarda alopeciyalar fərqli səbəbdən də yarana bilir. Çünki elmə tam alopeciyanın yaranma səbəbi məlum deyil. Alopeciyanın tam yaranma səbəbi
elmə məlum olmadığı üçün müəyyən versiyalarla o müalicələr aparılır. Və şükürlər olsun ki, Nərgiz klinikasında bu müalicə çox uğurlu aparılır. Olan xəstələrimiz çox effektiv nəticə görür. Baxın, bəzən xəstələr deyir ki, çıxır, orqanizm saxlamır, tökülür. Bu qaçılmazdır. Ola bilər. Hər orqanizmin. Xəstə var ki, bir dəfə müalicə alır, heç 5 ildə, 10 ildə saçı tökülmür. Xəstə var, müalicə alır, 5 ildən sonra yenə təkrar tökülə bilər. Əgər bir xəstədə immun sistem zəifdirsə, orqanizm streslə üzləşərsə, bu normal halda da hər kəsdə tökülə bilər. Yəni, o demək deyil ki, mən bugün müalicə aldım, qalıcıdır. Normal müalicə alırsan, amma müəyyən müddətdən sonra sən hər hansı bir stres faktoru ilə, immun sistemin zəifləməsindən, orqanizmin müəyyən fəsadlarından üzləşərsənsə, saç tökülə bilər. Necə bir insanın, məsələn, böyrəyi xəstə olur, soyuq dəyəndə birinci böyrək ağrıyır. Bu xəstənin də immun sistemi zəifdirsə, vitamin balansı normal deyilsə, müəyyən qorxu, həyəcan, stres faktoru varsa, bu xəstələrdə də bunlar təkrarlana bilər. Heç kim deyə bilməz ki, bizim ömür boyu mən bu xəstəliyi müalicə elədim, mən ondan sığortalandım. Heç bir xəstəlikdən insan sığortalanmır. Nəzarətdə saxlamaq lazımdır. Bəli, orqanizmin, sənin böyrəyin xəstədirsə, həmişə soyuqdan qorunursan. Ya tiroidin varsa, bir ömür boyu o zob dərmanını içmək məcburiyyətindəsən. Saçın tökülürsə, demək sən zəif nöqtən saçındır. Sən uşağın saçına diqqət edib, daimi vitamin balansını, qida rasionunu, təmizliyini, valla belə deyəcəm, biraz yaxşı çıxmır. Xəstə gəlir, elə danışır ki, həkimləri günahkar eləyir. Amma iyidən heç saçının yağından, saçının natəmizliyindən ona heç yaxın gəlinəsi deyir. Xəstə öz günahını görmür. Mən bu şeyləri gördüyüm üçün məcburən danışıram. Saç xəstəliklərində təmizliyi, gigiyenik qaydalar önəmlidir. Daraqlar yuyulmur, daraqlar illərlə daranılır, qalır orada, aylarla heç daraq yuyulmur. Həkimdə günah axtar. Sənin dərin sağalmayacaq. Ona görə ki, o patogen mikroblar darağın arasında qalır. Sən daradıqca yenidən saçva həmin mikrobları ötürürsən. Hələ bununla da kifayətlənmirlər. Bir daraqdan bir neçə adam istifadə edir ailədə. Yox, o düzgün deyil. Yəni, bu qız uşağı, qadın xaylağı olan ailədə daraqlar fərqli və hər kəsin öz gigiyenik qaydalarına nəzər. Balışıcı tez-tez yuyulmalıdır. Pastelin dəyişilməsi, yəni təmizlik parazitar xəstəliklərdə də, patogen mikroblarda da, göbələkdə də, gigiyenik qaydalar, profilaktik qaydalar önəmlidir. Hamısı istəyir, həkimdən hər şeyi tələb eləyir. Uşağın qida rasionu normal olmalıdır, keyfiyyətli qida istifadə eləməlidir. Kalbasadır, keyfiyyətsiz qidalardır, fast food yeməklərdir. Bu sənə nə verəcək? Bir də məni hər zaman maraqlandıran bir nüans var saçlara, qulluqla bağlı. Bəzi vaxt deyirlər ki, saçı isti su ilə yumaq onu zədələyir, soyuq su daha yaxşı təsir göstərir. Bəzi vaxt deyirlər, saçı oxalayaraq yumaq lazımdır. Bəzilər deyir ki, qaşımaqla yumaq daha yaxşıdır ki, saç dibləri, tüklərin o soğanaqları deyirlər də, onlar daha yaxşı inkişaf eləyir. Bunu hər zaman Məlahət xanıma sual vermək istəmişəm ki, saçı ümumiyyətlə isti suyun altında qaşıyaraq yumaq düzgündür, yoxsa oxalayaraq? Birinci barmağın ucları ilə dırnaq vurmaq olmaz. Dırnaq sıyrıntı əmələ gətirir. O qaşıyıb dırnaqdan olan sıyrıntılardan ekzema yarana bilər, saçda müəyyən xəstəliklər infeksiyalaşa bilər, müəyyən dəri xəstəlikləri yarana bilər. Barmağın ucları ilə normal. Saç 2 gündən, 3 gündən bir yuyulur. Saçı qaşımaq, saçı həddindən artıq naqruska ilə niyə yuyulmalıdır? Aylarla, illərlə saç yuyulmur. Yuyulur. Ən azından 2-3 gündən bir hər kəs başını yuyur. O yuyulma doğru düzgün gigiyenik qaydalar aparılırsa, orada ehtiyac yoxdur o qaşımağa, möhkəm oxalamağa. Saçı heç dəsmalla çıxardıb həddindən çox belə oxalamaq, qurulamaq belə düzgün deyil. Saça zərər verir. Saç normal su ilə yuyulmalıdır. Çox isti su ilə yuyulan saçlarda pi infiltrasiyası yaranır və o dəridə daha da yağlılığı artırır. Elə insanlar var ki, gündəlik yumağı elə bilirlər ki, bu daha normaldır.
Xeyr, daha da saça zərər verməkdən başqa bir şey deyil. Boyalı saçlar ən azından 3 gündən bir yuyulmalıdır. Tez-tez yuyulanda saçın öz keratini var. Saçın öz yağlanma müddəti var. O düzgün aparıldıqda bəzi quru saçlar üçün o daha effektivdir. Quru saçlar ən azı 2 gündən, 3 gündən sonra yuyulmalıdır. Hər gün yuyulan saçlar zəif olur, cansız olur, tez qırılmağa məruz qalır və təmizlik, gigiyenanı mən burada təbliğ eləyirəm, oradan da deyirəm belə. Normal təmizliyi olan insanlar üçün 2 gün problem deyil. Biz demirik ki, gedin həftələrlə saçınızı yummayın. Var, həftə ilə yumayanlar var. Sosial şəbəkələrdə bir xanım qarşıma çıxmışdı, bilmirəm, bəlkə o xəbərsiz doğmuşsunuz. Ayda bir dəfə saçımı yuyuram deyir, heç yağlanmır, sağlamdır, sürətlə uzanır. Vallahi o necə olur mən bilmirəm. Bunu təsəvvürümə belə gətirə bilmirəm. Bugün pedikuloz, yəni bit xəstəliyi də çox yaygındır. Özdə indiki bitlər ölüb getmək bilmir. Uşaqlarda, saçlarında çox-çox qalıcıdır. Məsələn, bu yaxından 2 dənə institutda oxuyan qızlar müraciət ediblər. Deyir, heç cürə biz bunların öhdəsindən gələ bilmirik. Bizim məsələn balzamlar, gellər onu tez bir müddətdə təmizləyir. Amma yəni demək istəyirəm ki, bugün bu şeylərə, gigiyenik qaydalara çox nəzarət olunmalıdır. Və orqanizmdə olan o fəsadlar ki var, orqanizmdə olan istər hər hansı bir xəstəlik olur olsun, saça öz təsirini göstərə bilər. Ən çox da mədə-bağırsaq xəstəliklərdir, qurd xəstəliklərdir, hormonlardır, stres faktorlardır. Bunlar saçın birinci düşmənidir. Saçın tökülməsində birbaşa rolu var. Mədə-bağırsağı xəstə olan, xorası, yarası, məsələn, qastriti olan bəzi insanlarda da, görsə çox həddindən artıq diyeta eləyən, pəhriz tutan insanlarda saç tökülməsi müşahidə oluna bilər. Qida rasionunun normal olmaması saçın daxildən qidalanmasının qarşısını alır. O da saçların zəifləyib, qırılaraq tökülməsinə səbəb olur. Alopesiyaları bayaq mən vurğuladım. Alopesiya xəstələri uşaqlarda bugün çox yaygındır bölgələrdə. Məsələn, Şəmkir zonasından olan uşaqlardan mənə suallar verdilər ki, ay doktor, rayonda bütün uşaqların saçı tökülür. Orada həddindən artıq parniklər var. Bəli. Qızdırıcı deyirlər də Azərbaycan dilində. Orada o parniklərdə istifadə olunan kimyəvi maddələr özü belə saçın tökülməsində rolu böyükdür. Və natural qidanı, bax, yay aylarıdır. Bütün rayonda yaşayan əhaliyə, valideynlərə aiddir ki, yay aylarında uşaqlarına natural qidanı verməyə çalışsınlar. Bunu da deyəcəm, biraz gülməli çıxsa da, bugün rayonlardan cücə, toyuq alırıq. Hamısı broilerdir. Kənddə indi heç kim, əvvəlki kimi normal toyuq cücəsi yoxdur. Hamı alır inkubatoru, özləri heç kim normal yetişdirmə. Hər şeyin asanına gedirlər. Hər şeyin asanına. Elə mən onu deyəcəkdim, bu natural qidanı biz necə tapaq? Öz ailə üzvlərinə belə normal qida vermirlər. Xanımlar evdə oturan ən çox ailənin yükünü kim çəkir? Xanımlar. Ən azından istəmirsiniz ki, uşaqlarınız xəstə olsun. Bütün günü həkimləri gəzmək istəmirsinizsə, ilk öncə oradan başlamaq lazımdır ki, natural qida. Rayonunda yaşayırlar, gedib bazardan göyərti alırlar. Həyətləri bomboşdur. Mən rayonlara belə gedirəm, arada göz gəzdirirəm. Elə gözəl, böyük bağ, bağça bomboşdur. Normal o bağa, bağçaya baxıb öz ailəsinin tədarükünü belə görmürlər. Onların bunu eləməyi mənə maraqlı deyil. Mənə maraqlı olan evdə yaşayan uşaqların sağlam böyüməsidir. Sağlam böyüyən uşağın xəstəliyi olmayacaq. Gəlirlər, ən çox bu saatdır. Gələn uşaqlar rayonlardan gəlir. Əksəriyyəti də allergik həssaslığı yüksək. Əksəriyyəti deməzdim, deyərdim, belə 90%-də qurd var. Qurdu olan uşağın hansı inkişafı olacaq? Qurdu olan uşağın hansı mədə-bağırsağı normal olacaq? Hansı vitamin balansı normal olacaq? Allergiyası da olacaq, tez-tez xəstələnəcək də, immun sistemi də zəif olacaq. Əgər bugün siz sağlam uşaq böyütmək istəyirsinizsə, öz qida rasionunuzu öz həyətinizdən, öz evinizdən başlamalısınız. Bu həm iqtisadi baxımdan, həm insanların sağlamlaşması baxımından önəmli olan bir şeydir. İllərlə oturmuşuq, həmişə rayondan
təmiz məhsul gözləmişik. Hansı restorana gedirsən, hansı rayonda evə gedirsən, hamısı sintetik mağazindən alınan. Bir dəfə deyəcəm ki, olsa da getmişik rayonların birinə süd istəmişik, gətirib qoyub, deyirəm, bu nə süddür vermişsən? Deyir, Milla. Rayonun ortasında gəl, biz Milla içiriksə, o rayonda nə rayonluq var? Bəli, Yəni, təəssüflər olsun natural ki, qida. Hər kəs hər şeyin ən asanına qaçır da, Yox, belə baxın, mən bunu onun üçün deyirəm ki, biz natural qidanı unutduqca xəstəliklərin artması da o qədər aktivləşəcək. Evinə, həyətinə, uşağına, ailəsinə hörmət eləyən hər bir insan öz natural təsərrüfatını qurmalıdır. Bəli. Bu iqtisadi baxımdan da, ailənin büdcəsi baxımından da ən önəmli olan bütün xəstəliklərin təməli oradan başlayır. Fikirləşin ki, yəni o dərman preparatlarına tökəcəyiniz pulu öz təsərrüfatınıza verin və sağlam qida ilə uşaqlarınızı böyüdün. Evdən gəlirlər, ay doktor, bu uşaq heç nə yemir. Sənin verdiyin kalbasanı, sənin verdiyin o lazımsız, keyfiyyətsiz qidadan sonra o uşağın nə iştahı olacaq? Ya paraziti varsa, istər hər hansı bir xəstəliyi daha da aktivləşdirirsiniz. Siz nə qədər saç tökülməsində çox önəmlidir qida rasionu. Mədə-bağırsaq xəstəliklərində çox önəmlidir qida rasionu. Natural qidası olmayan xəstə saçda töküləcək, dəridə də problem yaranacaq. Aldığınız o kimyəvi həkimləri ki, gəzirsiniz, onların heç birinin sizə faydası olmayacaq. Neçə ki, sizin uşaq normal qidalanmır. Neçə ki, o həkimin günahı deyil. Bunlar deyir ki, mən getdim həkimə bu resepti yazdı. Həkim gəlib sənin evdə uşağını yedizdirməli deyil. Həkim gəlib sənin evində uşağının yeməyinə nəzarət eləməli deyil. İstəyirsən kisəylə dərman ver, bütün apteklərin dərmanını ver, o uşağın sağlamlığı mümkün deyil. Nə qədər ki, uşağın immun sistemi, qida rasionu normal deyilsə, o uşaqların, mən gələn xəstələrimə mən bu tövsiyələri verirəm ki, ilk öncə uşağınızın qida rasionu. Gəlirlər, yemir. Böyük qızdır, 18 yaşı var. Valideyn şikayət edir. Biraz da uşaqlarda Məncə belə... bəli, ərkəsöyün böyütmək lazımdır. Uşaqları vərdiş halına gətirməliyik. Valideynlər uşaqlara çox psixoloji təsir edirlər. Valideynlərin uşaqlara elədiyi psixoloji təsir uşaqlarda o ərköyünlük yox, o egoistliyi yaradır. Bütün günü baxırsan heç nəyə yoxdur, həkimləri gəzirlər. Ümid eləyirəm ki, bax bu çağırışımız valideynlərə bir mesaj olacaq və etdiyi o səhvlər ki var, onları aradan qaldıracaqlar. Ən azı bu sizin övladınızın sağlamlığı üçündür. Məlahət xanımın dediklərindən sonra İbn Sinanın bir sözü yadıma düşdü. Deyir ki, ən ağır xəstəlik hansıdır? Deyir, öz sağlamlığına biganə olan insanlar. Bax bu ən ağır xəstəlikdir. Öz sağlamlığımıza biganə olmamalıyıq. Sonda mən bir daha vurğulayıram ki, Nərgiz Klinikasının həkim kollektivi may ayının 31-i tarixində Bərdə şəhəri Logos Psixoloji Mərkəzdə öz pasiyentlərini qəbul edəcəklər. Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Xocalı, Xocavənd, Şuşa və Xankəndi bölgələrində yaşayan hər kəs həmin aksiyada yaxından iştirak edə bilərlər. Yazılmaq üçün 050 878 46 48 və 051 388 70 70 nömrələri aktivdir əziz izləyicilərimiz. Unutmayın, doktoruma öz təşəkkürümü bildirirəm. Bu həftə çox maraqlı bir müzakirəmiz oldu. Bir təşəkkürüm də təbii ki,